Modul tənliyi eləyirik. Modul tənlik. Burada uşaqlarla biz bir yerdə işləyəcəyik modul tənliyi. Siz də diqqətlə addım-addım qulaq asın. Biz nə hansı gedişləri eləsək, siz də həmin gedişləri eləyin. Nəyi təkrarlasaq, siz də həmin şeyi təkrarlayın. Məsələn, indi mən birinci sualı həll eləyirəm. Bura yazılıb ki, modul x bərabərdir 51-i həll edin. İndi nə deməkdir? Bunu birinci başa düşək. Bu nə deməkdir? Görəsən, burada içəriyə neçə yazsaq, onun nəticəsi 51 olar. Lalə, içəriyə neçə yazsaq, oradan 51 çıxar. 51 yazsaq, çıxar 51. Bəs mənfi 51 yazsaq? Mənfi 51 də yazsaq, yenə elə 51 çıxar. Deməli, bunu görəndə biz birinci tənliyi qoyuruq qırağa, fikirləşirik ki, görəsən içəriyə neçə yazsaq, cavab 51 çıxar. Bir dəfə neçə yazırıq? 51, bir dəfə də 51. Onda bunun neçə dənə kökü olmuş oldu? 2 dənə. Bunu indi biraz da dərinləşdirək. Bunun 2 müxtəlif kökü var. Nəyi var? 2 müxtəlif kökü var. Bu söz deyəcəyik. Eləmi? Gördük də həm onu. Sonra kökləri əksdi mi? Əksdi. Əla. Kökləri toplasaq neçə eləyər burada? Bəli, kökləri toplasaq neçə eləyər? 0. Bax, ayrı-ayrı testlərdə bunlarla qarşı-qarşıya gələcəyik. Oldu? Narahat deyilim. İstəyən başqa stol verir. Başa görə bilirsən? Aha. İndi Lalə bir dənə də sual həll eləsin. Siz də baxın uşaqlar. Görün nətər həll eləyir. Bax, siz də belə. Bizlə bərabər bu saxlayın bu deməli videonu. Həll eləyin, ondan sonra qulaq asın görək Lalə nətər həll elədi. Mod x bərabərdir 10. Bu tənliyi həll elə Lalə. Həm mənfi 10 ola bilər, həm də 10 ola bilər. Deməli x bir dəfə müsbət 10-dur, bir dəfə də nədir? Mənfi 10-dur. Əla. Həll elədin. Başqa hansı nəticələr çıxarda bilərsən bu tənlikdən? 2 müxtəlif. Bəli, 2 müxtəlif kökü var. Bəli, 2 müxtəlif kökü var. Sonra Kökləri 0-a bərabərdir. kökləri 0-a bərabərdir. Yəni 0 eləyir də. Cəmi 0 eləyir. Biraz dəqiq danış. Dəqiq, cəmaat baxır bizə. Dəqiq danış. Cəmi 0 eləyir. Sonra kökləri nətər ədədlərdir? Əks ədədlərdir. Tərs deyil, amma əksdir. Sabah belə bir şey öyrəndik bu misalda. Aydındır? Hə, indi nisbətən biraz zəif olan uşaq üçün bir dənə də misal eləyək. Məsələn, biraz güclü uşaq qabağa verəcək, baxmayacaq üçüncü suala. İndi biz bir şey yazırıq bura, ona baxmayacaq. Qabağa verib o növbəti suala baxacaq. Düzdür? Amma nisbətən zəif uşağa bir dənə də ehtiyac var eləsin. Modul x bərabərdir 4. Adını Aysud da. Aysud deyən görün bu tənliyi həll. Biraz möhkəm daha eşitsinlər Aysud. X mənfi 4, bir də 4 ola bilər. X mənfi 4 ola bilər, bir də neçə ola bilər? 4 ola bilər. Aha, buradan nə nəticələr çıxırsa? 2 müxtəlif kökü var. Əla, 2 müxtəlif kökü var. Sonra Köklərin cəmi 0 eləyir. köklərin cəmi 0-dır. Bir də əks ədədlərdir. Əks ədədlərdir, bəli. Və salam. Başa düşdük deməli. Deməli, hansı düşsə hazırıq biz buna. Davam eləyirik. Keçdik ikinci suala. Belə bir dənə misaldır. Biz yeni başladığımız üçün hər misal bizim üçün təzə misaldır. Başı güclü işləyən adamı qoyuruq qırağa. Başa düşdün? Biz yeni başlamışıq. Düzdürmü? Yeni başlayan üçün burada 85 sualın 85-i də 50 sualın 50-si də hamısı təzə sual sayılır. Amma hamısını öyrənmək olur. Başlayaq. Modul x bərabərdir s. Modul x bərabər nəyə? S-yə. Burada da S-ni verib ki, S böyükdür 0-dan. Böyük kiçik işarəsini bilməyənlər var. Geniş tərəf görürsən, S-yə tərəfdir. S 0-dan deməli çoxdur, deməli S müsbətdir. Modul x bayaqları müsbətə bərabər olan neçə dənə həll olmuşdu? 2 dənə müxtəlif həll olmuşdu. Burada da modul x S-yə bərabərdir və S burada verilib ki, necə ədəddir? Müsbət ədəddir. Ona görə də bunun 2 dənə müxtəlif kökü var. Ona görə də bunun 2 dənə müxtəlif kökü var. Düzdür, promo deyə bilərik də o sözü. Bəli. Başqa cür nə deyə bilərik? Bayaq 51 olanda yazırdıq müsbət 51, bir dəfə də mənfi 51.
bir dəfə müsbət 51, bir dəfə mənfi. Burada C olanda x bir dəfə müsbət C, bir dəfə mənfi C. 2 müxtəlif kökü var? Var. Köklər əks işarəlidir. Köklər cəmi. Bir dənə də derin o sözü. Ağaca bu səndən örgəşsin o şeylərə. Yaxşı, yavaş-yavaş vərdiş eləyəsən. İndi bir dənəsin lalə eləsin uşaqlar bizim üçün. Modul x bərabərdir A. Ora yazıb ki, A böyükdür 0. Bu tənliyi həll edin. Həqiqətən də çox çətin bir tənlikdir. Buyur Lalə, bunu nətər həll Həm edəsən? müsbət olur, həm mənfi olur da. Müsbət A. Tələsmə. A özü necə ədəddir? Müsbət A. Əla. A müsbət ədəddir. 1. Sırayla danışmalısan. 1. A müsbət ədəddir. 2. Müsbət ədədsə bunun neçə həlli var? 2 dənə. A ismi belə sırayla danış. Başda bir də A müsbət ədəd olduğu üçün A-nın 2 dənə həlli var. tənliyin 2 dənə. Tənliyin 2 dənə həlli var. O da ki, bir müsbət alır, bir də mənfi alır. Əla. Aha. Başqa nə nəticələr çıxarda bilərsən? Sonra cəmi 0-a bərabər olur. Köklərin cəmi Köklərin cəmi 0-a bərabər olur. Əks ədədlərdir. Bir də ki, başqa nə? 2 müxtəlif kökü var, onu da dedim. Əla. İndi yenə qabağa verib növbəti suala keçə bilərsiniz, amma nisbətən zəif uşaq bir dənə də sual həll eləməlidir. Modul x bərabərdir m, m böyükdür 0. Danış görüm Aysun. Burada Biraz möhkəm danış. burada iki müxtəlif kökü var. X həm M-ə, həm də mənfi M-ə bərabər. Hardan bildin 2 müxtəlif kök var? M bəlkə mənfi ədəddir. Sıfırdan böyük verir. Hə, burada m-i 0-dan böyük verib deyə onun 2 dənə kökü var. Bir dəfə müsbət m, bir dəfə mənfi m. 2 müxtəlif kökü var. Aha, sonra Kökləri cəmi 0-a bərabərdir. Aha. Burada köklərin əks ədədlərdir. qulaq asanlar yatmayın orada. Yatmayın. Diqqətlə qulaq asın. Saxlayın videonu, özünüz həll eləyin misalı. Yatma orada. Əla. 2 dənə sual getdi. Düzdür? İndi adamlar bir dənə qulaq asacaq. Biz bir misalı 3 dəfə izah eləyirik. Adamlar bir dənə qulaq asıb qabağa verib növbətisinə keçəcək. Keçdik qabağa. Modul x bərabər 0. Görəsən bura neçə yazsaq oradan 0 çıxar? 7 yazsaq oradan 0 çıxar? Mənfi 5 yazsaq 0 çıxar oradan? Təkcə 0 yazsaq 0 çıxar. Vəssalam. Deməli, modul x bərabər 0-ın neçə kökü var? Bir dənə kökü var. Aha. İndi Lalə həll eləsin uşaqlar. Sizdə baxın. Məsələn, modul x üstə gələk 1 bərabərdir 1. Birinci düzəliş elə, ondan sonra həll elə. Başla. Modul x bərabərdir. Bu 1 o tərəfə keçə bilərmi? 1 çıxılsın 1 olur. Modul x bərabər 0. Aha, bu tənliyin istəyən kökü var. Bir dənə o da 0 olur. Bəli. Tənliyin bir dənə kökü var. Oldu. Uşaqlar, indi istəsəz qabağa verin. Növbəti misal yenə təkrardır. Ya da kim bilməyibsə qulaq assın. Aysu izah eləyir bizə. Modul x çıxaq 5 bərabərdir mənfi 5 misalını həll eləyəcək indi bax. Burada mənfi 5-i digər tərəfə keçiririk. Müsbət 5 eləyir. Modul Aha, bu mənfi 5 digər tərəfə keçir deyir, müsbət 5 olur. Aha. Modul x 0-a bərabər olur. Yeganə kökü var x 0. Bəli, yeganə kökü var. Deməli, bura 0 olanda biz deyə bilərik ki, yeganə kökü var. 1 kökü var. Bura ki 0 oldu. Biz deyirik yeganə kökü var, 1 kökü var. Onda desələr ki, yeganə kök var, yeganə kök var. Bura nə olmalıdır? Həm müsbət həm mənfi 0. Oo. Hə, 0 mənfi. 0 olmalıdır. Bayaqdan danışırıq. 0 olsa yeganə kök var. Yeganə kök desə bura nə olmalıdır? 0 olmalıdır. Bax. Yeganə kök var deyir. Nə olmalıdır bura? 0. Bu bərabər 0. Oldu? Aha. Bir də uşaqlar lalə eləyir. Yeganə kök var. Nə olmalıdır bütöv ifadə? 0. Qorxa-qorxa dedi uşaqlar lalə. Yeganə kök varsa A üstə gəl 1 bərabər 0 deməli idi. Aydındır? Əziz izləyicilərimiz. Bəli. Elmir deyir ki, abunə olun. Bağlı kanaldır, nətər abunə olsunlar. Ancaq özümüzə aiddir kanal.
Nəysə, ağzımı açdırmayayım mən, video gedir burada. Davay. Uşaqlar fikir verməyin. Başladıq. Sakit durun. Modul x bərabərdir a üstə gəl 4. Yeganə həlli var. Yeganə həlli var desin. Promoy danışma. Bir dəqiqə sındıracağım bunu. Promoy danışma. Yeganə həlli varsa buradakı ifadənin hamısı nəyə bərabər olmalıdır? Sıfıra çaşdırmadın cəmaatı. Boy. Uşaqlar Lalənin bərbad izahına görə təzədən bir də izah eləyir. Modul x bərabərdir a çıxaq 7. Deyir ki, modul tənliyin yeganə həlli var. Yeganə həlli var. Bu çətin sualdır ha. Deməli nə etməlidir uşaq? Bəli, bura 0 olanda onun yeganə həlli oldu. O da a-da 7. Ay sağ ol. İndi uşaqlar kim bilirsə qabağa versin videonu. İndi Aysu bir dənə də təkrar izah eləyəcək. Siz baxın. Görün nətər izah eləyirlər. Modul x bərabərdir a çıxaq 3. Tənliyin yeganə həlli var. Aysu, nə etmək lazımdır? Sıfıra bərabər edirik. Eşitmirəm ey uşaqlar. Deyin. A çıx 3 bərabər 0. A çıx 3 bərabər 0. A da bərabərdir 3. Halal olsun. Maşallah. Super. Çox gözəl irəliləyirik. Çox gözəl gedir işimiz. Uşaqlar 3 dənə sual bitirdik. Amma 3 dənə sualı hər tərəfli öyrəndik. Keçirik 4-cü suala. 4-cü suala keçirik. Burada yazıb ki, modul x a-ya bərabərdir. A 0-dır. Deyir bunu həll elə. Modul x a-ya bərabərdir. A 0-dır. Özləri veriblər bunu. Deyir həll elə. A 0-dırsa deməli bura 0 yazmaq lazımdır. Onda bunun bir dənə həlli çıxacaq. Malades. Super. Lalə tam başa düşdü uşaqlar. Tam başa düşdü. Onda Lalə üçün təkrar bir dənə misal. Modul x bərabərdir b-yə uşaqlar. B-ni 0 veriblər. Deyirlər həll edin. Lalə danış. Sıfıra bərabər olursa, orada 0 yazırıq. X2 sıfıra bərabər olur. Əla. Mükəmməl. X 0-dır. Gəldik. İndi bax, Lalə danış. Misal verilib, yeganə həlli var deyiblər. Sıfıra bərabər olmalıdır. Əla, a üstə gəl 2 deməli nə olmalıdır? Bərabər olmalıdır. A olur mənfi 2. Əla, super. Çox möhtəşəm. Çox möhtəşəm. Hə. Uşaqlar, indi biz 5 dənə elədiyimiz üçün indi imtahan eləyəcəyik 1-dən 5-ə qədər. Görək həqiqətən də bildik yoxsa yox. Bu 5 dənəni öyrəndik. Bu cür gözəl elədik. Həqiqətən də gözəl elədik bunu. İndi bunu bir imtahan eləməlisən ki, görək alınır yoxsa yox. İndi birazdan imtahan eləyəcəyik biz. Hə, uşaqlar, dediyimiz kimi indi biz sınaq imtahanına başlayırıq. Bir dənə sınaq düzəldək. Sınaq düzəldək. Siz də həll eləyin. Aha. Modul x bərabərdir 5-i həll eləmək lazımdır. Modul x bərabərdir m. M böyükdür 0 həll eləmək lazımdır. Modul x bərabərdir 0 həll eləmək lazımdır. Modul x bərabərdir y həll eləmək lazımdır bunu. Y 0 olanda 5-ci də modul x bərabərdir a-1 yeganə həlli var. Deməli uşaqlar, indi birinci sınağı bizdə Lalə işləyəcək. Siz də siz saxlayın, özünüz işləyin. İşləyib qutarandan sonra baxın, Lalə ilə birlikdə yoxlayın görək. Həm neçə saniyə eləyib qutarasınız 5 sualı, vaxt qoyun, neçə saniyə eləyib qutarasınız. Həm də yoxlayın görək düzdür yoxsa səhvdir. Davay, başladıq. Birinci həm 5 olur, həm də mənfi 5 olur. Çünki moduldan müsbət, yəni mənfi müsbət çıxır. Əla. 2 dənə cavab olur. Burada m müsbət ədəddir deyə, müsbət ədəddir burada. M müsbət ədəddir deyə, aha. M müsbət ədəddir deyə. Nəsə ikincidə qaldı, get üçüncüyə. Sıfıra bərabər olur o. Bir dənə burada bunu həll eləmişsən. 2 dənəsi düzdür, aha. Y də sıfıra bərabər olur. Y 0 idi onsuz da, onda sıfır olur da mənim. tənliyin kökü 0-dır. Aha. Sonra yeganə həlli var. Sıfıra bərabər edirsiniz. Nəyi? A üstə gəl 0 olur. A da bərabərdir 1. 1. Gördüyünüz kimi imtahandan 5 dənə sualdan 4 dənə düz yaza bildi.
ikincini yaza bilmədi. İkincini Aysu desin. Aysu görək deyə biləcək. Deyilən görüm. Əgər m sıfırdan böyükdürsə, onda m müsbət olur. X həm müsbət m, həm də mənfi m bərabər. Gördünüz uşaqlar, deməli çətin sual olanda hələ ki deməli Lalənin beyni vərdiş eləməyib çətin qeyri-standart sualı eləməyə. Gördünüz? M müsbətdir. Görürsünüz uşaqlar, neçə dəfə danışdıqda xeyri yoxdur. Neçə dəfə danışdıqda xeyri yoxdur. İmtahan eləməsən ortaya çıxmayacaq. İndi bundan sonra növbəti 5 dənə deyəndən sonra 10 dənəli imtahan eləyəcəyik özümüzü. Başa düşürsünüz də? Bax, nətər deyirəm, o cürdə oxumalısınız. Hə, deməli uşaqlar, keçirik 6-cı suala. 6-cı suala keçirik. 6-cı suala keçirik. Ay bala. 6-cı suala keçirik. İki müxtəlif, başqa dildə deyim sizə. İki müxtəlif kök var. Bunun iki müxtəlif kökü var. Burada nətər ədəd olanda biz iki kök çıxardırdıq? Həm mənfi, həm müsbət. Burada mənfi olanda iki kök çıxartmırdıq. Burada müsbət ədəd olanda biz 2 dənə kök çıxardırdıq. Hə, bəli. Burada müsbət ədəd verilirdi, biz 2 dənə kök çıxardırdıq. Həm mənfi, həm müsbət. Hə, cavabı düz dedin, amma bildin də nə demək istəyirəm? Burada nətər ədəd olmalı ki 2 dənə kök çıxsın? Müsbət. Amma mənfi ədəd hələ ki yox idi də, müsbət ədəd. Deməli bunun iki müxtəlif kökü varsa bu necə ədəddir? Müsbət. Riyaziyyatda müsbəti belə göstərirlər. A üstə gəl 3 bərabərdir müsbət yazmırlar. Böyükdür 0 yazırlar. Oldu? Hə. Uşaqlar, deməli yaxşı başa düşək deyə Lalə bir dənədən sual həll eləyəcək indi. Baxın, müstəqil həll eləyir, siz də baxın. Modul x bərabərdir a minus 7. Tənliyin iki müxtəlif kökü var. A daxildir suala. Şərti oxu. Şərti oxu. Modul x. Modul x bərabərdir a çıxılsın 7. İki müxtəlif kökü var. Onda a çıxılsın 7 müsbət ədəd olmalıdır. Bəli, uşaqlar, iki müxtəlif kök olmaq üçün nə olmalıdır? Müsbət ədəd olmalıdır. A da böyükdür nədən? 7-dən. Mükəmməl, super. Vaxt itirməyin orada. Vaxt itirməyin, işləyin. Hə, belə. Uşaqlar, kim başa düşdüsə qabağa verə bilər. Bir dənə də təkrar sual. Deməli, Aysudan soruşaq. Modul x bərabərdir a üstə gələk 4. Oxu. Modul x bərabər. Biraz möhkəm oxu. Modul x bərabərdir a üstə gəl 4. Burada iki müxtəlif kökü vardı. A üstə gəl 4 böyük olur 0-dan. Və salam, a da böyükdür nədən? Mənfi 4-dən. Çox mükəmməl. Çox mükəmməl. Əla. Davam edirik uşaqlar. Keçdik 7-ci suala. Aha, həlli yoxdur yazıb. Həlli yoxdur. Uşaqlar, bəli, malades. Lalə heç qoymadı mən izah edim uşaqlar. Birbaşa özü dedi, görürsünüz. Deməli, həlli yoxdursa nə olmalıdır? A üstə gəl 7 kiçikdir 0. A kiçikdir mənfi 7. Hə. Belə. Aydındır uşaqlar. A kiçikdir nədən? Mənfi 7-dən. İndi uşaqlar, siz saxlayın, müstəqil yazdığım misalı həll eləyin. Modul x bərabərdir a plus 5. Həlli yoxdur. Bunu siz həll eləyin. Ondan sonra qulaq asın, görün Aysu nətəri izah eləyir. İndi həll eləmişsiniz, baxın Aysunun izahını. Aysu oxu şərti. Modul x bərabərdir a üstə gəl 5. Həlli yoxdur. Həlli yoxdursa a üstə gəl 5 mənfi olur. Bəli. A da mənfi 5. Kiçikdir mənfi 5-dən. Oldu uşaqlar? Bu cür olur. Hələ ki belə. Başa düşürük. Mənfi 5-dən balaca. Malades. Hə, 2 var ya. Onu deyirsiniz. Hə. İndi burada həlli varsa, Lalə bir fikir yürüt burada. Alınmasa da problem yoxdur. Deyir ki, bunun müsbət ədəd olanda həll olurdu, hə? Neçə həll olurdu? 2 də müxtəlif həll olurdu. Bir mənfi, bir də müsbət olur. Aysa, bura müsbət olanda həll olurdu, düzdür? Neçə həll olurdu? 2 dənə. dənə. Bəs başqa nə olanda həll olurdu? Sonra
Cəmi 0 bərabər olan. Yox, elə yox. Fikirləri Bir toparla. deyinməli bir soru. Tələsmə. Modul tənlik biz bayaqdan həll edirik. Bəli. Nə vaxt modul tənlikləri biz həll edirdik? Modul X məsələn 5 olanda həll edə bilirdik. Bəli. Neçə kök çıxırdı oradan? 2. Başqa nə cür olanda yenə həll edirdik? Sonra yeganə həll vardı. Hə, nə olur? Nə olur? 0 olanda. 0 olanda deməli həll edə bilirdik, düzdür? Müsbət olanda da həll edə bilir. İndi bu demir ki, neçə həlli var. Həll. Ümumiyyətlə həlli var deyir. Nə etmək lazım? Hansı versiyalar olmalıdır ki, həll olsun? Narahat olma, bilməsən heç bir problem yoxdur. Müzakirə əsaslı özüm belə qurmuşam elə dərs. Müsbət eləyir. Müsbət olsa ancaq deyirsən həlli var. Yaxşı, Aysu desin, Lalə müəyyən qədər gətirdi uşaqlar. Prosta axırda fikrin cəmlənmədi. Təzədir deyə ona görə. Amma belə əslində misalı demək olar 90%-ni həll elədi. Denən Aysu. Burada artıq 2 böyük bərabər olur. Böyük bərabər. Niyə? Həm müsbət olanda, Həm də mənfi olanda. həm müsbət olanda, həm də 0 olanda. Bura 0 olanda da həll var idi, müsbət olanda da həll vardı. Ona açıq 2 böyük bərabərdir. Yeganə desəydi təkcə 0-a bərabər götürürük. Bəli. 2 müxtəlif desə böyükdür götürürük. Amma ümumiyyətlə həlli var desə böyük bərabərdir. Çünki müsbət olanda da həlli var, 0 olanda da həlli var. Çatdı? Bəli. Görürsünüz uşaqlar. Yəni istəyirik sərbəst özümüz həll eləyək. İndi Lalə bir dənə də sual həll eləsin. Baxın. Modul X bərabərdir A çıxaq 10. Şərti oxu. Orada nə oturursan sən? Dur ayağa get öz yerin. Onda sən dur oradan başqa yerə get. Dur. Bu dəqiqə 300 də göndərəcəm ha. Bax deyirəm sizə. Deyirəm də bax görsən əsəbləşdirirsiniz adamı. Davay otur işinlə məşğul ol. Bu dəqiqə keçirdəcəm onu sən başa düşdün. Tez elə. Davay tez elə. İnşallah fikir verməyin arada belə. Uşaqlarla zarafatlaşırıq. Hə, deməli oxu. Modul X bərabərdir açıqlasın 10. Deyir həlli varsa, onu deməli bunu böyük bərabərdir 0 bərabər. Çünki bura müsbət olsa da həlli var, 0 olsa da həlli var. Müsbət olsa 2 müxtəlif həlli var, 0 olsa 1 həlli var. Deməli, ümumiyyətlə say demədən həlli varsa deyirsə, onda dedim bu böyük bərabər 0, A da böyük bərabərdir nə? 10. Davam edin işləməyə. Aha. Belə. Aha. 9-cu. Uşaqlar 9-cunu yenə soruşuruq Lalədən, görək bunu həll eləyə bilərmi? Qeyri-adi bir sualdır. Həqiqətən də olsun, amma biraz Yox, küfətli yüksək olur. 5 çıxasın 4. hə, nətər ədəddir bu? O müsbət deməli. Nətər ədəd dedin? Müsbət. Göz uşaqlar Lalə əməli başda işləyir. Bu deməli müsbət ədəddə dedin. Bəli. Müsbət ədəd onda həll olurdu. Bəli. 2 dənə müxtəlif həll olur. Hansılar idi Həm onlar? müsbət, həm mənfi. Aha, indi nə yazmalıyam 2 mən? altına 5 üstə gəlsin 2. 2 altına 5 çıxasın. Yo, tələsdin ucu. Nə mənim? Tələsdin hə, biraz 5 tələsdin. üstə gəlsin 4, 5 çıxasın. Yo, elə bununla deyəsən, prosta tələsdin. Bax, 51 olanda nə deyirdin? 51 olanda nə deyirdin? Bir dəfə 51-in özü, bir də 51-i nəyə vurassan? Mənfiyə vurassan. Mənfi 2 Tələsmə. altına 5. Tələsmə. Birinci özü, Bəli. bir dəfə də özünü yaz mötərizədə, Bir də qarşısında vur mənfiyə. Hə. Bəli. Malades, əməl başda görsən, iş gedir burada. Həqiqətən iş gedir ha. Hə, uşaqlar görürsünüz də maşallah. Lalədə nətər irəliləyiş var. Hələ 9-cu sual. Davay. İndi nətər olmalıdır? Modul X məsələn kök altda 7 çıx 2. Bunun görəsən həlli varmı? Birinci onu yoxlayaq. Bəli.
Yoxlayaq. Nə hardan bildik? Bu 7 eləyir kvadratı, bu da 4 eləyir. Çıxanda nəticəsi müsbət olduğu üçün bunun həlli var. Bəli. Bəs hansılardır? Bir dəfə elə özü, bir dəfə də olduğu kimi yazıb mənfiyə vurmaq. Əgər belə cavab olmasa vur aç bunu. Aydındır? Çox gözəl. Aha, uşaqlar 9-a gəlmişik, indi 10-cudur. 10-cunu eləyəndən sonra bir dənə təzədən sınaq imtahanı eləyəcəyik. 1-dən 10-a qədər. Ya da 1-dən 10-a qədər lazım deyil, elə 6-dan 10-a qədər olsun. Davay. Aysu bu misala fikir bildirir, uşaqlar diqqətlə qulaq asın. Burada kök altında 5 çıxılsın 3 mənfi ədəd olur. Ona görə kiçikdir sıfırdan. Bəli, uşaqlar bildi ki, bunun kvadratı 5-dir, bunun kvadratı 9-dur. 5-9 mənfi ədəddir bu. Aha, modul mənfiyə bərabər olanda həlli yoxdur. Bəli, promo deyirik nə? Həlli yoxdur. Modul ki, mənfi ədədə bərabər oldu, bunun həlli olmur. Modul məsafə deməkdir. Nə deməkdir? Məsafə. Məsafə heç vaxt mənfiyə bərabər olmur. İçərisi ola bilər mənfi olsun. Amma modulun cavabı burada, cavabı mənfi olmur. Çünki məsafə daxı, məsafə mənfi olmur. Dərk elədik yoxsa yox? Aha, indi uşaqlar bir dənə də sual təzdən Lalə həll eləsin. Baxın görək nə tər həll eləyir. Modul x bərabərdir kök altda 7 çıxaq 4. Aha. Kvadrat yüksəldirir, mənfi olur. 7 çıx 16 mənfi olur. Modul mənfiyə bərabər olduğu üçün Yəni həlli yoxdur. həlli yoxdur, boş çoxluq. Əla, indi uşaqlar 5 dənəli yenə sınaq işləyəcəyik. Sınaqda bilinəcək ki, nə səviyyədə biz bunu 30 durmuşuq yerinə. Hə. Deməli, indi biz sınaq işləməliyik. Sınağı hazırlayaq. Sınağı hazırlayaq. Deməli, sınaq A üstə gəl 5. Sonra A üstə gəl 9. A çıx 4. Kök 7 çıx 1. Kök 7 çıx 5. Burada deyir ki, iki müxtəlif kökü var. Burada deyir ki, həlli var. Burada deyir həlli yoxdur. Bunlar deyir ki, həll edin. Həll edin deyir. Aha, bu sınaq imtahanıdır. İndi görək Lalənin ağlında nələr qalıb. Lalə, bax bu ikinci sınaqdır, test 2-dir. Görək ağlımızda nələr qalıb. Deyir ki, bunun iki müxtəlif kökü var. Nə edəsən onu? Həm də mənfi olmalıdır. Ona görə A-nı A üstə gəlsin 5 yazmısınız mı? Bəli. Bərabərdir 0 eləyirik. A da olur mənfi. Səhv danışırsan. Birincini səhv danışdı. Keçir ikinciyə. Keç ikinciyə səhv danışdın. Deyir həlli var. Həlli var deyəndə A üstə 9 yazmısınız. Bəli. A üstə 9 yazılanda A bərabərdir mənfi. Bu da səhvdir. Üçüncünü denən həlli yoxdur deyib. 0 bərabər A bərabər 4. Bu da səhvdir. Dördüncünü həll elə. 0 bərabər yəni. Da var. Bunun dördüncünü denən. Kvadrat yüksəldir 7 çıxılsın 1 olur, müsbət olur. Müsbət olundakı Həlli varmı? həlli bəli var. Onda hansılardır həllər? Biri kök altına 7 çıxılsın 1-dir. Bir də mənfi qoyub qarşısına. Malades. Kök altına 7 üstünə çıxılsın 1 yazır. Aha. Aha. Sonra? Beşinci. O mənfi eləyir. 7 çıxılsın 25 mənfi olur cavab. Cavab mənfi olur. Sonra Mənfi həlli var. xeyr yoxdur. Hə, uşaqlar gördüyünüz kimi Lalə 5 sualdan 2-sinə cavab verə bildi. Halbuki bir yerdə eləmişdik sualları, amma yaddan çıxdı. Yəni bu faktdır belə. Sən nə qədər 3 dəfədə, 4 dəfədə eləsən yenə yadından çıxır. Görsən, deməli uşaqlar, siz bir şeyi 2 dəfə eləsəz də, yenə bir 5 misaldan bir imtahan eləməzsəz, xeyri yoxdur, bilməyəsiniz nə səviyyədə bilirsiniz. Ona görə hər dəfə belə bax imtahan eləmək lazımdır. Onda biləcəyik ki, nə var, nə yox.
İndi görək Aysu nə deyir? Aysu görək nə deyir? Biraz möhkəm danış. Müxtəlif kök olduğuna görə A üstəgəl 5 böyük olur. Görürsünüz uşaqlar Aysu nə deyir? Deyir 2 dənə müxtəlif kök olmaq üçün bura müsbət olmalıdır ki, bura müsbət olsa 2 dənə kök çıxar. Ona görə A üstəgəl 5 böyükdür 0. Məsələn, Lalənin bu yadından çıxdı. Sonra həlli varsa, Həlli varsa A üstəgəl 9 böyük bərabər olur. görürsünüz uşaqlar, həlli varsa sayın demirdi. 2 dənə də ola bilər həll, bir dənə də ola bilər həll. Ona görə böyük bərabərdir 0 olmalıymış. Başa düşdünüz? Həlli yoxdursa, Yəni 10 mənfi olur. deməli bura mənfi olsa, bura hamısı mənfi olsa həlli olmur. Deməli açıq 4 kiçikdir 0 olmalıdır və bu ikisini də Lalə həll eləmişdir. Gördün Lalə, adi bir şeydir. Deməli özümə durub danışmalıyam. 2 müxtəlif həll olanda mən böyük götürməliyəm. Həlli varsa böyük bərabər götürməliyəm. Həlli yoxdursa kiçik götürməliyəm. Çünki doğrudan da bura mənfi olanda həll olmur da, ona görə kiçik götürürsən. Ona görə A'ya 4 verilmir. No, A kiçikdir 4. Görsən. O yeganə həldədir A açıq 4 bərabər 0. Bir də 2 Əgər- müxtəlif həlli var deyəndə böyük hə, bərabərdir 0. başa düşmürsənsə riyazi olaraq, heç olsa düstur olaraq əzbərlə də. Riyaziyyat olaraq başa düşmədinsə, düstur olaraq əzbərlə. Həlli yoxdursa buradakın kiçikdir 0 götür. 2 müxtəlif deyəndə böyükdür 0 götür. Ümumiyyətlə həlli var desə, say deməsə 2 dənə, bir dənə say deməsə böyük bərabər götür. Dinən görüm 2 müxtəlif olanda nə olur? Böyük bərabər 0. Deməli böyüyü götürürük də. Böyük bərabər yox, böyükdür. Hə, böyük. Bir də deyilən 2 müxtəlif olanda nə olur? Böyük olur. Bir də deyilən 2 müxtəlif olanda nə olur? Sizdə də uşaqlar bax bu vəziyyətdir bu dəqiqə. 2 müxtəlif olanda böyük bərabər qoyuruq. Ay Allah. Anam elə yazılıb da. 2 müxtəlifdə böyükdür. Hə də mənim böyük deyirəm mən. Böyük bərabər deyirsən. Yəni böyük. Bir də. Bir də təzədən 2 müxtəlif. deyəndə böyük. Böyük. Bərabər qoyuruq. Böyük qoyuruq müəllim. Bir də deyilən. 2 müxtəlif olanda böyük qoyuruq. Bəli, uşaqlar. İnfakt eləyəcək məni bu. Aha. 2 müxtəlif olanda böyük qoyuruq. Amma həlli var desə böyük. Böyük bərabərdir qoyuruq. Həlli yoxdur desə, kiçikdir. Qoyuruq. Hə, indi bildim. Aydındır? Hə. İndi uşaqlar, mən fərz edirəm ki, Lalədən də zəif uşaqlar var, Lalə kimi uşaqlar da var ki, hansı ki yadından çıxardır. Ona görə də məcbur bir dənə də imtahan. İndi bilən adam məsəl üçün qabağa versin. Bax bu indi 3 dənə yazacağım sualı qabağa versin. Amma mən məcburam bu Lalə öyrənmədi axı, Laləni öyrətməliyəm mən. 2 müxtəlif deyəndə nə edirik? Həlli var desə nə edirik? Həlli yoxdur desəm nə edirik? Yeganə həll var desə nə edirik? Baxaq görək. Hamısını elə eyni şey yazıram bura. Buradan nəticələri çıxardaq. Aha. Baxın. İndi Lalə buyur. 2 müxtəlif desə nə etməlisən? 2 müxtəlif deyəndə böyük. Neydi o? Böyükdür. Böyük qoyuruq müəllim. Böyükdür 0 yazırıq. Bir də deyilən öz-özünə bir 4-5 dəfə. Amma bura deyil. Bura deyilən ki, o sənə qaytarsın. 2 müxtəlif deyəndə böyük qoyuruq. Bəli, açıq bir böyükdür 0. Həlli var desə, Böyük bərabərdir bəli. qoyuruq. Çünki böyük olanda da həlli var, bərabər olanda da həlli var. Ona görə böyük bərabərdir götürürük. Həlli yoxdur deyiləndə kiçik qoyuruq. Telefonla oynamaya bala. Yeganə bölən 0-a bərabər edilir. Bir də denən görüm Lalə. 2 müxtəlif deyiləndə böyük işarəsini qoyuruq. Həlli var deyiləndə böyük bərabər qoyuruq. Həlli yoxdur deyiləndə kiçik qoyulur. Yeganə var deyiləndə 0 yazırıq. Yəni 0-a bərabər edilir. Salam. Uşaqlar bax yenə deyirəm, amma orada da Lalə səviyyəsində uşaq var. Yalandan qabağa vermə. Sən neynəməlisən? Bu Lalə nə qədər danışsa, sən də o qədər danışmalısan. Başqa belə sən hələ öyrənməmisən, yalandan danışma orada. Lalə deyən görüm. 2 müxtəlif olanda nə olur? Böyük işarəsi qoyuruq. Aha, həlli var. Böyük bərabər qoyuruq. Həlli yoxdur, kiçik işarə qoyuruq. Yeganə 0-a bərabər edilir. Əla. Uşaqlar gördüyümüz kimi
İmtahanı da elədik. İmtahanda problemlərimiz çıxdı və aradan qaldırdıq. Aradan qaldırdıq problemləri. Aha. Deməli, hansı misalda problem varsa onu mütləq aradan qaldırmaq lazımdır. Deməli, belə. Keçirik, ümumiyyətlə istəmişim, 70 dənə var burada. 80 dənə. Baxaq, görək. Səysənə keçdi. 67 dənəymiş. Bəxtimiz gətdi. Kvadrat tənli 80 dənəymiş. Görürsünüz də uşaqlar 10 dənə misal nətər zülümlə alınır. Nə oldu ha? Qutarmır ya. Təsəvvürlə bunu mən yazmışam. İndi gör mən nə əziyyət çəkmişəm də. Bir onu da fikirləşin. Heç olmasın. Ama fikirləşəm var. Aha. Gəldik bura. Bu kök 10 çıx pi çox məşhur ifadədir. Bunu mən bölüm 18-də də demişdim. Kök 10 çıx pi çox məşhur ifadədir. Kök 10 çıx pi görəndə siz müsbət yazasınız. Kök 10 pi'dən çoxdur çünki. Oldu uşaqlar? Bunu əzbər yadda saxlayın elə. P-nin öz nəyə bərabərdir? Pi təqribən 3,14'dür. 3,15'dən də balacadır. Bunun kvadratı 3,15'in kvadratından balacadır. Başa düşdün? 3,15 öz-özünə vuranda pi'nin də pi kvadrat eləyəndə bu bundan nə olur? Çox olur. 10 hələ bunun kvadratından da çoxdur. Ona görə kök 10 bu pi'dən nədir? Böyükdür. Bəs pi çıx kök 10 olsa nə yazarıq? Hə? Pi çıx kök 10 olsa nə yazarıq? Gəl səni belə fırladacam iqruşka kimi. Buraxacam daldala fırlanasın. Davay. Kök 10 çıx pi. Kök 10 çıx pi nədir? Müsbətdə iqran yığışdırın ha bana. WhatsApp-ı yığışdırın. Allah sana qənim olmasın. Ateist. Kök 10 çıx pi müsbətdir. Pi çıx kök 10 nədir? Mənfidir. Aydındır? Aktyorluq eləmə orada işdə. İşdə. Baxıram, buradan hər şey görsənir. Davay. Deməli, kök 10 çıx pi. Pi çıx kök 10 nə oldu? Aydındır? Mənfidir. Başa düşürük deyiləmi? İndi ye. Ha, bu mənfi oldu, yoxsa müsbət oldu? Müsbət oldu bu. Müsbət oldu. Baxaq, müsbət oldu, hə? Onun bunun həlli var da. Bəli var. Həlli nədir? Bir dəfə özü, Bir dəfə mənfisi. bir dəfə də mənfiyə vurulmuş forma. Yəni qoşma başqa şeydir, bu başqa şeydir. Görsən, Həlli yavaş var yavaş. deyəndə həm mənfisi, həm müsbət yazılır. Yox deyəndə elə qalır. Hə, əgər mənfi olsaydı promo yoxdur. Gəl baxaq. Y təqribən 2,71-dən çoxdur, 2,72-dən azdır. 2 tam lap 72 olsa belə. 2,72 bu da 3. 2 manat 70 qəpik 3 manat. Bəli, azdır. Azdır bu. Mənfi eləyirmi? Bəli. Mənfi çəlli yoxdur. İkisi daxildir, borc çoxlu. Aydındır. Görürsən, yəni heç birisi asan sual deyil ha. Heç birisi. Hamısı kritik ya, düşündürücü suallardır. Standart tap həll eləsin, uşaq geçsin, elə şeylər deyil. Hə. İndi modulun içində x yerinə x üstə gəl 1 yazılır. Düzdür? Biz x üstə gəl 1 yazılır. X üstə gəl 1 nə olmalıdır? Müsbət 5 olmalıdır. Ya da x üstə gəl 1 5 olmalıdır. Bütöv. Görsən bütöv hamısı. Bu müsbətdirsə içəriyə müsbət 5 olmalıdır ya da mənfi 5. Davay. Başlayırıq. Deməli, x plus 1 əgər müsbət 5-ə bərabərdirsə, bütöv içərdə müsbət 5 olmalı ki, oradan müsbət 5 çıxsın ya da mənfi 5 olmalı ki, çıxsın. Deməli, x plus 1 bir dəfə müsbət 5 eləyirik, bir dəfə də mənfi 5 eləyirik. X bərabərdir 5 çıx 1 elədi nə? 4. Burada da mənfi 5 çıx 1, bəli, mənfi 6. Belə şeylər də çox yaxşıdır. 2 dənə kök oldu təblikdə. Aha. Keçirik qabağa.
Keçirik qabağa. Aha, gəldik bura. Belə. X çıx 1 böl 3 bərabərdir 7. Qəbul imtahanında düşən sualdır bu. Oldu? Nə olsun kəsirləndir? İçəri bir dəfə müsbət 7-dir. Bir dəfə mənfi. Çünki bura müsbət oldusa bunun həlli var. Bəli, bəli. İçəri bir dəfə müsbət 7, bir dəfə də mənfi. Baxaq görək. Mən biraz eləməmişəm, biraz başqa cür işləmişəm burada. Belə daha asandır mənim. İki cürdə işləsəydi yeni şey alınacaqdı. İçəri bir dəfə müsbət 7, içəri bir dəfə nə? Mənfi 7. Düzdür? 3-ü 7-yə vurduq oldu neçə? 21. 3-ü mənfi 7-yə vurduq, mənfi 21. X bərabərdir 22, X bərabərdir mənfi 21 üstə gəl 1. O da elədi mənfi 22 dənə kök oldu. Bir də təzdən. İçəri bir dəfə Mənfiyə bir dəfə müsbət olur. müsbət mənfiyə bərabərdir. Tələsmə. Vurduq və salam. Oldu? Problem yoxdur. Nə qəliz gəlir burada? Aha. 15. Hə, burada elə bir ki, başqa cür işləmişəm. O başqa cürü deyək, yaxşı burada. Modul mənfi 5. Neçə eləyib aşağıda? 5, 5 eləyib. 5. 5'i 3'e vurmuşuq, nə olub? 15. 15 olub. Aha. Modulda 15'də içəri bir dəfə. Müsbət 15, bir dəfə də ondan sonrası aydın məsələ. Bir də misalı görən kimi nə elədik? Bunu elədik. Müsbət 5. Bunu modulda yazdıq, bunu modulsuz yazdıq. Bəli. Gördün? Bunu modulda yazdıq, bunu Mol. 5 dəfə üçün neçələrdir? 15. İçəri bir dəfə müsbət 15, bir dəfə də nədir? Mənfi 15'dir. Gəldik bura. 7'ni keçdi o tərəfə. 2 çıx neçə? 7. Nəyə bərabərdir? Mənfi 5 olur. Və salam, həlli Yox. yoxdur. Aydındır? Bəli. Müsbət 4 keçdi o tərəfə, nə oldu? 0. 4, hə? Neçə elədi? 0. Modul mənfi 2 neçə elədi? 2. 2. 2'ni də 0'a vuranda nə olur? 0. Ona görə bir də təzdən bu 4 o tərəfə keçdi. 4 çıx 4. Bəli. 0. Mənfi 2-də müsbət 2 oldu. Bəli. Bu 0. Bəli. 2-ni 0'a vuran 0. Bu çox qəliz sualdır məsələn. Təzə başlamış adam üçün. Olduqca qəlizdir. Əl vərdişlər oturmayıb bax ona görə. 0'ın da bir dənə həlli var da. Hə, bir dəfə 0'a bərabər edirsən. Vəssalam. Aydındır? Bəli. Bu dəfə neçədən başladıq biz? Çox getdik, hə, deyəsən. 11'dən başladıq, çox getdik, hə? Hə, onda sınağımızı hazırlayaq. Sınağı hazırlayaq. Aha. Uşaqlar baxın, bayaqdan elədiyimiz suallardır. Görə indi Lalə həll eləyə biləcək, yoxsa yox bu sualları. Diqqətlə baxırıq. Birincisi müsbət olur. Çünki bu neydi mənim? Aha, bu pi-dir bu. Hə. Müsbətdirmi bu? Bəli, müsbətdir. Onda həlli var. Bəli var. Hansıdır həllər? Həm müsbət, həm mənfisi. Kök altında 10 çıxılsın. Pi, Bir də ki, kök altda 10 çıx, pi mötərizədə vuraq. Bəli. Bəs bu müsbətdir yoxsa mənfidir? Mənfi olur o. Davay. Bəli. Ona mənfi Y olur. çıx 2 müsbətdir yoxsa mənfidir? Mənfidir. Hardan bildin mənfidir? Çünki Y Y'nin özü. 2,71 ilə 2,72 arasındadır. Bəli. Ondan görə mənfi olur. Mənfi olur. Bu 2 manat 71 qəpik. Bu isə 2 manat.
Hə, onda müsbət olur. Müsbət həlli varmı bunun? Var da. Onda nədir həllər? Y çıxılsın ki, Ol. bir də ki, Aha. mötərizədə Y çıxılsın ki, qarşısında mənfi işarə. Görsən bir şey oturanda bunu demək istəyirəm. Onu oturanda beyin gücə düşmür. Bunu denən O mənfi olur çünki bu mənfi ondan kiçik olduğuna görə mövzumuz. pi kök ondan balaca olduğu üçün mənfidir. Mənfidirsə həlli varmı? Xeyri yoxdur. Aha. Burada denən O mənfi olur yenə. 2.70-dən 4 manat çıxanda mənfi olur Mənfi da. olur, bəli. Ona görə borc çoxluq da. Bəli. Aha. Bunu nətər eləyəsən? Burada Tələsmə. x çıxılsın 1 yazırıq, sonra bölürük 3-ə. Malades. Modul Bərabərdir. 2 çıx 1 yazıb bölük müsbətsə bərabərdir 5-ə. Aha. Sonra x çıxılsın 1 bərabərdir 15 yazırıq. Malades. Modulla bərabərdir 15. Ondan sonra nə edirik? Sonra Bunu da bayaqdan elədiyimiz tənlikdir. Nətər həll eləyirik bunu? Modul Aha. x bərabərdir x çıx 1 bərabərdir 15. x 2 çıx 1 bərabərdir mənfi 15. Çatmadı. Yox, çatdı. 2 çıx 1 bir dəfə müsbət 15 bir dəfə də. Mənfi. Davay bunu denən. X çıxılsın 2 bölünsün 4. Bərabər 5 çıx 5 nə qədər? 0. Sonra x çıx 2 bərabər 4 dəfə 0-ın. 0. Onda 0-ı nə vaxt alır? Bir dəfə, hə? Bəli, o da X çıx 2 bərabər 0, x bərabərdir 2. Belə də bir hardasa 40% səviyyəsində danışdı Lalə. Nəsə demək istəyirsən? niyə? Niyə 40% qoydun? Bəli, 40% uşaqlar. Siz oradan qiymətinizi verin də, yəni. 40% deyil. Lalənin öz fikrinə görə 40% deyilmiş. Lalə qoy o fikri biz qiymət verək sənə. Özünüzə qiymət verin. Elə olanda sən məcbur olasan daha ciddi deməyə. Nə deyir o? Yoruma yazın uşaqlar. Ay məni. Nətər cavab verdiyi haqqında yoruma yazın. İlk 3 yaxşı cavab verənə hədiyyəmiz var. Oldu. Ben video paylaşmayı hiç bakabilirsin. Sakit durun. Nəysə uşaqlar, burada boş boğaz uşaqlar var, mən də qoşulmuşam onlara. İmkan vermirlər dərs keçək. Siz fikir verməyin bizə. Davay, başladıq. Hə. Gəldik 18-ə. 18-ə gəldik. Aha. Kimə nəsə asan gələndə qabağa verə bilər, problem yoxdur. Sinif boyu kök atır da. Aha, bəli. Görsən kök dərsini yaxşı öyrəndirir, kvadratla kök gedir, oradan nə çıxır? Modul x çıxır. Modul x çıxır. Otur yerinə. 16 çıx 11 bərabərdir modul x. Modul x 5-ə bərabər. X bir dəfə müsbət 5, bir dəfə də nədir? Mənfi 5-dir. Belə. Aydın oldu? Belə. Oradan da kök Aha. Deməli uşaqlar, keçdik 19-cuya. Cütlər olduğuna görə atırıq. Modul çıxır oradan. 7 çıx 3 bərabərdir modul x. Modul x 4, x bir dəfə müsbət 4, bir dəfə. Gəldik. Burada Yenə. da onlar ixtisar gedir kök modulda çıxır. Modul çıxır görsən. Sonra 24-ü böldü 2-yə. 12. Bundan sonrasını denən görüm nədir? Mənim burada X plus 3. moduldan çıxardırır. Bax burada bax surət olmur, yoxdur. Bax səndə görsən surət yaranmır bayaqdan. Bu modul müsbətdirsə tez denəndə x plus 3 bir dəfə müsbət 12, bir dəfə də mənfi. Bax onu demədim. Bax görsən. Bax bunu qəşəng dedin, amma bu surətlənmədi. Baxın müəllim. Hadi Bir dəfə burada nə var ki? Modul müsbətdirsə onu deməlisən də. Olmadı. Yaxşı, bunu Aysu izah eləsin. Qəbul sualıdır. Aha, denən. Burada çıxılsın biri 3'də 3 kimi yazmalılardan. Yazmaq olar. Ondan qabaq denən görüm nə qayrasın. İlk fikir. Biri Dördü. modulda çıxarlardı, modulda biri. X çıxılsın 2 bölünsün 3 bərabərdir. 4 İçəri nə varsa hamısı bir dəfə. müsbət. Sonra ilk fikirdə, ilk fikir. İlk fikir. Ondan sonrası da sizlikdir. Nətər eləsən elə. İstəyirsən dedin ki 3'də 3 elə, istəyirsən neynə. Sən o tərəfə keçir, sən hər tərəfi 3'ə vur. Ondan sonraki adi xətti tənliyin texnikası. Aydındır bir şey. Başa düşdünüz bunu, yoxsa yox? Deməli ilk texnika nə idi?
İçəri bir dəfə müsbət 3, bir dəfə də Mənfi 3. mənfi 3. Bunu bildiyin mənfi bir o tərəfə keçirtməyimi? Bəli. Mənfi bir o tərəfə keçirtməyimi. Sonra bu bura vurulur. Bura vurulur və sağa. Aha, bunu biz şeydən bilirik, kökdən bilirik ki, nə vaxt olduğu kimi çıxardı. Ya müsbətlər ya da sıfırlar. Ya sıfırlar olduğu kimi çıxırdı, ya da müsbətlər olduğu kimi çıxırdı. İndi bu belə çıxıbsa, deməli içəri nədir? Ya sıfır. Böyük bərabərdir 0. Promoid tez deyirik. O dəqiq. Surətlənsin. Surətlənsin, bax. Böyük bərabər. Bax. Olduğu kimi çıxıbsa, surətlənsin. Böyük bərabərdir 0. O dəqiq. Aydındır? Yox, əks çıxıbsa, içəri kiçik bərabər, yox, mənfi və 0. Əks çıxıbsa, ya mənfidir, ya da 0. Bir də xoşuma gəlmədi, surətlənsin, bax. Olduğu kimi çıxırsa, Böyük bərabər 0-dır. amma mənfi çıxsa, əks işarə ilə çıxırsa, kiçik bərabər. Salam, bax. Olduğu kimi çıxıbsa nədir? Böyük bərabər 0.